Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Mən Ömər Abuşov. Bugün sizlərlə birgə Test Channel kanalı olaraq məntiqdən şifrələr mövzusuna aid bir suala baxırıq. İndi isə gəlin suala baxaq. Sualda bizdən abi sözünü istəyir və bizə ada, abi, aba, adi, ida sözlərini verib. Daha sonra biz variantlara nəzər salırıq. Variantlara nəzər salan zaman 1, 2, 3, 4 dənə A ardışıqdır. Sadəcə olaraq bir dənə I fərqlidir. Buna əsaslanaraq da 1, 2, 3, 4. Deməli, 4 dənə 5 var. Buna görə də A 5 olur. Buradan isə I avtomatik. Görürük ki, bir dənə tək qalan 3-dür. Ona görə 3 olur. Deməli, abi sözü 5 ilə başlayır və I 3 ilə qurtarır. İndi isə biz baxırıq ki, 5 ilə başlayıb 3 ilə qurtaran hansı variantlar var? A variantı yoxdur. Bu avtomatik gedir. Daha sonra ümumiyyətlə sözümüz I ilə, yəni 3 ilə başlamır. D variantı gedir. Axırı 3 ilə qurtarmalıdır. Ona görə E variantı gedir. Qalır B və C variantları. Bizə B hərfi lazımdır. Daha sonra biz görürük ki, İ hərfi ilə başlayan sadəcə və sadəcə bir dənə söz var, yəni ida sözü. Və biz buradan D-ni də tapa bilərik. Necə tapacağıq? 325, yəni buradan D artıq biz bildik ki, 2-yə bərabərdir. Amma bu bizə bəli, lazımdır. Nəyə görə? Çünki abi sözünün daxilində D hərfi olmadığına görə C variantı gedir. Doğru cavabımız B variantı, yəni 543-dür. Abi 543-dür və buradan da biz bildik ki, B 4-dür. Kanalımıza abunə olub videolarımızı like etməyi unutmayın. Növbəti videolarda görüşənədək.